həyatın başlanğıc nöqtəsidir. Baxın, bu biz insanlarımızın başlanğıc nöqtəsi, zifaf gecəsi deyirlər də adətən. Başlanğıc nöqtəsi var burada. Biz buradan dünyaya gəlmişik. Yəni, ana vətnində dünyanın ilk insanından sonra dünyaya gələn Habil, Qabil və ondan sonra başlanğıc nöqtəsi həmən baba Allah bizi gətirib çıxardıb ona görə bu nöqtəyə ki, biz insanlığın başlanğıc nöqtəsi məhz bu yerdir ki, Həzrəti Havva, Həzrəti Adəm görüşdü, oradan nəsil artımı dünyaya gəldi. İkinci, niyə müqəddəsdir bu torpaqlar? Çünki bu torpaqlarda 124 min peyğəmbər hamısı burada olub. Sən buradasan. Təsəvvür elə. Bütün peyğəmbərlər, bax bu yerlər, bütün Ərəfə çölündən söhbət gedir, məhz o yerdən. 124 min peyğəmbər hamısı ləpirləri bu yerlərdədir. 12 imamın hamısının ləpiri bu yerlərdədir. 12 imam burada olar. Bilirsiniz, onlar sağdır, xüsusən 12-ci imam həm cismən sağdır, həm ruhən. 11 imam elə cismən aramızda yoxdurlar, amma onlar bizim aramızdadırlar. Onlar bu torpaqlardadırlar və onların bu torpaqda olması bizim üçün böyük bir əzəmətdir. Ona görə üçüncünü də deyim, inşallah bu torpaqlarda harda ki biz dua etmişik, buradan çıxmamış 5 dənədən en azı 3 dənəsi müstəcab olub. Eşən müəllim də ona şahiddir. Şahidə ehtiyac yoxdur, Allahın izzətidir. Hər bir halda bizim indi danışıq tərzimiz budur. Bu torpaqlarda nə dua, ona görə rəhmət duası deyib ki, bura bağışlanmaq duası yeridir. Bağışlanmaq torpağıdır, bağışlanmaq dağıdır. Hər kim burada nə dua eləsə, canı dillə, qəlblə dua eləsə, Allah onun duasını geri çevirməz. Allah bu torpaqdan bizim dualarımızı geri çevirməsin. Allah xəstələrimizə şəfa inayət eləsin. Sağalan, sağalmayan xəstələr, evlərdə, xəstəxanada olan xəstələr, nəzərdə, niyyətdə olan xəstələr, onlar ki, bizlərdən dua istəyiblər. Nə qədər bizə yazıblar, nə qədər bizdən istəyiblər, gələndə deyiblər, bizimlə qrupda olanlar, bizimlə Ümrədə, Məşəddə, Kərbəlada olanlar, bax, bura gələnə qədər yazıblar, adlarını deyiblər ki, onlar xəstədirlər, onlar tərəfdən dua eləyər, Pərverdigar aləm, onların xəstələrinə, cəmi xəstələrimizə, hamısına, İmam Hüseyin xatirinə tezliklə şifa inayət elə. Pərverdigar aləm, onların tezliklə şifa tapmasına və cəmdə bu qrupun içindəki xahiş elədilər. Onların da xəstələri var. Tezliklə xəstələrin şifa tapmasına Peyğəmbər alı, Peyğəmbərə salavat zikirlər. Mənim də bir arzum var, mənim də bir niyyətim var inşallah. O arzumuzun, niyyətlər çoxdur, arzular çoxdur, amma xüsusi arzular, niyyətlər var. İnşallah bizim də niyyətimizdə olan arzunu, bizim də niyyətimizdə olanı Allah tezliklə buradan çıxmamış inşallah əta eləsin, ant verirəm.